Hər kəsə salam. Bugün sizdən Instagramdan gələn suallara cavab verəcəyik. ADA Universiteti ilə bağlı, Buda Universiteti ilə bağlı və ADF Universiteti ilə bağlı. Mənim rəfiqələrimdir, Amaliya və Nərmin. ADA-da 600+ balla tam ödənişsiz hüquq təhsili almaq olarmı? Bu ildən ilə dəyişir. Bu əsas abituriyent jurnalından baxa bilərsiniz. Yəni hər il keçid balı olur. Yəni 600+ olsa sizin girmə ehtimalınız daha çox olur. Amma belə dəqiq deyəmərəm çünki hər il dəyişir. Sonra ADA-da dövlət sifarişi plan yerləri 3-cü qrup üzrə bir neçə ilə açıla bilərmi? Açıla bilər. Yəni bu sistemdən ola bilər, amma bilmirəm. Dövlət və ictimai münasibətlər üçün ADA budur, yoxsa DİA? Mən DİA universiteti hansı olduğunu bilmirəm. Dövlət münasibətlər Budur, yoxsa ADA. Yəni, Hər hamısı eyni, yəni yaxşı təhsil verirlər. Yəni bunu bilmirəm, müqayisə eləmək olmaz. Многие говорят, Буду плохой университет, там преподаватель Не очень. Это правда? Это, мне кажется, у всех университетов такое, может быть, что какой-то преподаватель не нравится, какие-то проблемы, может быть, с преподавателем. Это не из-за того, что именно в БДУ и в БДУ плохие учителя. Соответственно, есть и хорошие учителя, и плохие учителя есть тоже, которые заставляют много работать. А есть такие, которые вам понравятся в каком плане? В том, что они требовательные, и это вам поможет на экзаменах. Поэтому плохие учителя, которые не требуют. Da, vermə. ADA dövlət və ictimai münasibətlər və ya hüquqa pulsuz qəbul var, stipendiya olmadan. Tam dəqiq məlumatım yoxdur. Burada qoyacağam. ADA-da hüquqla bağlı ödəniş necədir? İlk ildənmi ödəmək lazımdır? Bəli, ilk ildən ödəmək lazımdır. Bu il girənlər üçün məsləhət, bir sözlə ADA haqqında hər şey. Girin mənim vloqlarıma baxın. Orada biraz məlumat vermişəm. Belə də məsləhət, birinci kurslara nə məsləhət verərdi? Öğrenin, her şeyi öğrenin. Çünkü imtihana qalınca vəziyyət olacaq. Mən hələ pervi kursam, hələ hər şey qabaqdadır. İndidən ucu başlayın, özünüzü toplayın, araşdırın ki, hər şeydən məlumat olasınız. Hər şey aktiv olun. Hələ birinci kursam, hələ sonra baxaram, hələ Yox, hər şey birinci kursdan başlayın. Hər başlayın. şey birinci kursdan edin. Müəllimlərlə də çalışın. Yaxşı ünsiyyətdə olun. Müəllimlərlə Çox yaxşı vacibdir bu. ünsiyyət qurmağa çalışın, bəli. İkinci kurs həyəcanı varmı? Həyəcan sevinci var ki, ura, уже второй kursunu sayılır. Yəni birinci ilimiz bitdiyinə biraz sevinirik. Belə popon bir şey. həyəcan var. İkinci kurs, naborot, əlbəttə Heç sakitləşdim mən daha. Biz bilirik də necə olacaq, nədir, nə deyil. ADP-da oxuyan podruqamız çox gözəldir. Düzdür. Spasibo. Bududa oxuyanda. ADA-da birinci kurs beynəlxalq münasibətlər oxumaq 10 üzərindən nə qədər çətindir? ADA-da bütün fakültələr belə 10 üzərindən 10 çətindir. ADA-nın 5 müsbət, 5 mənfi cəhəti. 5 müsbət yaxşıdır. Karyera baxımından çox yaxşıdır. Yəni kampusu yaxşıdır, kitabxanası çox gözəldir. Belə çoxlu aktivitelər, dərsdən kənar fəaliyyətlər də çoxlu olur. Çünki один сказал, что там çətindir. Mənfi yəni ancaq çətindir, belə başqa bir şey yoxdur. Yəni mənfi. Budu tələbəsi olaraq tövsiyəniz nədir? Azərbaycan diliyim. Yəni yenə də axıra saxlamayın. Hər şeyi necə gəldi, sразу eləyin, cavabları sразу eləyin, suallara. Mütləq müəllimlərdən sualları da istəyin ki, yavaş-yavaş PDF eləyin ya da əldən yazırsınızsa əldən yazın. Və hər şey ən axır vaxtda saxlamayın. Hər şey bu Vaxtınız varsa edin. Nə lazımsa edin. Sərbəst işlər. Deməyin ki, sərbəst işlər kolokviumlar hazırlaşmaq, onları əvvəlcədən vaxtınız varsa edin, ən son vaxtda saxlamayın. Lap kolokviuma hazırlaşırsınızsa, o üstəgəl qoyun ki, bu sual hazırdır məndə, yəni imtahana. Çünki çox vacibdir bu. Özüm elə şey eləmirəm. Amma tövsiyə edirəm. Budu təriflədiyi qədər var. Bəli, indi təzə korpus da tikilir, mən oxuyan korpusda, yəni birinci korpus tikilir. Və plus minus görmüşəm necə olacaq. Ona görə səbirsizlə gözləyirəm ikinci kursu. Yəni universitet vibe olacaq. Çünki birinci kurs olanda başqa remont idi. O qədər də yox idi vibe. Amma indi məncə olacaq. İtaliya Azərbaycan Universiteti ilə bağlı suallar. Orada hansı dərslər keçirilir? Mən bura fakültələri qoyacağam. Hansı fakültələr orada oxuyacaq? Məsəl üçün siz dizayn oxuyursunuzsa, birinci kursda siz elə bir
çox vaxtı, çox fənləriniz ada da olacaq, ada korpusunda, amma 1-2 fənləriniz olacaq İtaliya korpusunda. Hə, bu arada İtaliya Universiteti adanın girişi iləndir, yəni içərisindədir. Keçid balları yenə soruşulur. Abituriyent jurnalında hamısı yazılır, keçid ballarının hamısı, yəni ona baxa bilərsiniz. İtaliya dizayn haqqında faktlar bir də ki, orada dizayn oxumağa dəyər, bəli dəyər. Çünki orada səhv eləmirəmsə mən ikili diplom alırsınız onda. Həm də ki adı gedir ki, siz İtaliya Azərbaycan Universitetində oxuyursunuz. İtaliyana əməkdaşlıq eləyən. Adıpıda da ikili diplom var. Mən ikili diplom fakültəsində oxuyuram. Yəni Riyaziyyat və İnformatik Qəşəng fakültəsi. görürsünüz. İkili diplom. İkili diplom. Amma 5 il oxuyacağam da, hər bir 4 yox 5 il oxuyuram. Amma yenə də dəyər. Deməli bir də suallar verirlər ki, DİM-lə, SAT ilə gələnlərlə bağlı. DİM-lə gələnlər, əgər siz IELTS, TOEFL ya da Duolingo verməmisinizsə, onda siz 5 il oxuyacaqsınız. Ya da ki, yəni çünki birinci il foundation olacaq, ancaq ingilis dili, speaking, listening, reading, writing onları oxuyacaqsınız. Yoxsa əgər siz həm DİM-i, həm IELTS-ınız varsa, onda 4 il oxuyacaqsınız. SAT ilə girənlər isə yəni avtomatik IELTS olmalıdır, ona görə 4 il oxuyurlar. Təqaüd almaq üçün neçə bal toplamaq lazımdır və təqaüd barədə məlumat verin. Təqaüdü deməli necə alınır? Sizin ortalama balınıza da baxılır. Məsələn, semestr ərzində siz bal toplayırsınız. Было бы лучше, если 34 minimum 34 balınız olsa, sonra da imtahana gəlirsiniz və imtahandan minimum 17 bal yığmalısınız. 17 bal yığmasa siz kəsilirsiniz. 17 balı da yığdıqda semestr ərzində yığdığınız balla toplanır və balınız определенный baldan определенный şey var da, təqaüd verilir sizə. Məsələn 91 pluslar olanlar adısa, onlar maksimum stipendiya alır. 71 ya da 81 plus səhv etmirəmsə, mən skokdan. 87 ayda olaraq sizə təqaüd verilir də. Amma yenə də orada siz çalışın ki, maksimal dərəcədə yüksək bal yığın, çünki müsabiqə çox ciddidir. Çox müsabiqə. Həm az sektordan, həm bu sektordan müsabiqə çox ağır. Rəqabət. Some Rus sector problems. Rəqabət çoxdur və ona görə də nə qədər balınız çox olsa və o qədər də yaxşı olacaq sizin üçün də. Məsələn, siz kəsilməsəniz də elə ola bilər ki, stipendiya düşməyə bilərsiniz. Məsəl üçün siz pulsuzda oxuyursunuz, əslində sizə stipendiya verilməlidir, təqaüd. Amma bal çatmasa, sizdə başqalardan azdırsa, sizə verilməyəcək. Çünki rəqabət. Bir də qalır o birisi semestr. O birisi semestr balınızı artıra bilsəz, yenidən alacaqsınız. Səbəbiyyət məcburidirmi? Ha. Qayıblar məsələsi. Məndə bizdə elədir ki, 7 qayıbdan sonra uje kəsirdi. Amma bəzi fənlərdə olur ki, 4 qayıbdan uje başlayır, ballar kəsməyə başlayır. Dərs saatları nasıldır? Məsələn, elə dərslər var ki, 16 saatdır. Elələri var ki, çoxdur da saat. Məsəl üçün 2 dəfə gəlməyə bilərsən, sənə qayıb yazılmır da. Amma elə fən var ki, həftədə bir dəfədir, bir dənə qayıb oldu, balın çıxır. Saatdan asılıdır. Məsələn, 1-2 dənə varsa, 3-cü uje da. Amma bizdə məsələn elə səviyyədə ingilis dili dərsi idi. Saatı çox idi, biz 12 dənə qayıba qədər şansımız var idi. Kəsir olanda nə olur? Şey olur. Kəsir olanda ödəniş 25% gedir. Yox, 25% istəyirsinizsə ödəyirsiniz. Bizdə kəsir olanda təzədən fənni götürməlisiniz. Sizdə elədir? Bizdə fəndən asılıdır, saatlarından 25% ödəyirsən. Nə qədər çoxsa saat, o qədər çox ödəyəcəksən də. Kitabxanada və elektron resurslardan istifadə mümkündür. Təcrübə deyil, это типа то, что компьютер, который elektron da. Hədə qoymalıdırlar da. Qoymalılar, amma bəzi müəllimlər var ki, qoymurlar. Yəni o sizin fakültənizdən asılıdır. Tipa dərsdə, həm dərsdə, həm məsəl üçün oturmuşam telefondan oxumaq istəyirəm. Mən konspekt aparmıram, telefondan oxuyuram da. Əslində bu düzgün deyil, çünki indiki dövrdə hər şey device'larla əlaqəlidir. Telefonda hazır yazılı forması varsa oxuya bilərəm. Nəyə görə mən gedib onu əlinə yazıb oxumalıyam? Vaxtımı itirirəm, belə olur. Amma əslində bir yandan düzdür, yaxşı bir şeydir, amma yenə də vaxt itkisi baxımından biraz vaxt aparıcı bir şeydir. Dərs vaxtı telefon istifadə icazə varmı? En iyisi oldu da. Müəllimdən asılıdır. Elə müəllimlər var ki, heç fikir vermirlər ona. Yəni gözüm olar ki, yəni özləri də deyirlər, əsas odur ki, siz öyrənəsiniz. Müəllimdən asılıdır. Amma müəllimlər var çox vaxt qoyurlar yəni. Yığırlar telefona ki, yığışdırın. Tipa mənim dərsimdə telefon olmasın. Deyirlər ki, yəni sumkavıza qoyun da belə buradan. Dərs cədvəlləri necə olur? Onu verə bilər. Sən ada barədə. Dərs cədvəlləri çox belə bizdə o çox böyük. Deməli, sizə necədir dərs cədvəlləri? Sizə verilir? Hə, bizdə verilir. Bizdə özümüz seçirik də, amma yəni belə bir gün var, registration day.
Hə, bu qədər. Yenə sualınız olsa yazarsınız. Лайки, комменты, Abunə olun. да, блин. Обнялась, Полная поддержка каналу. Да, подписайте. Подписаться. Подпишитесь, Короче, да. follow edin də. Follow. Sağ olun. Bu Bye qədər. bye. Bye bye. Mənim mamazım neçədə bu universitetinə və sağ olun. Almaq olarmı? O ildən ilə dəyişir. Ekkamı neyləmsən? Что-то пошло. Что такое ДС? Я не знаю. ДС план А дистанционно может быть? Dövlət sifarişli. Amma indi trox dedi, buradan cavab verdi. Ada tələbəsi olaraq tövsiyəniz nədir? Ha? O da Sən demək. yazdın. Yani. Təriflər qız, təriflər. Terfiyim. Hə, hə. Oxuyuram, maraqlı şey olsa məndən də soruş, mən deyim. Blok atacaqlar. Bizim sifarişimiz hardadır? Zəhmət olmasa bizim sifarişimiz Mümkün deyil. yani imkansız. Olur. Hə. Olur. Səndən Amma asılıdır. Yəni I'm mənimdən. waffle eləyirəm.